Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Ermənistanın İrəvandakı nümayəndəliyi bağlana bilər. Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağına ümid edir. İndisi də ətraflı. Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkiyan arasında görüş keçirilib. Görüş Türkmənistanın paytaxtı Aşqabadda baş tutub. Putin iki ölkə arasında münasibətlərin müsbət inkişaf etdiyini söyləyib. O bildirib ki, İran və Rusiya arasında ticarət ötən il 13%, bu il isə daha 8% artıb. Biz bu şəhər və şimal-cənub marşrutunun infrastrukturunun inkişafına daxil olmaqla əsas böyük layihələrimiz üzərində işləməyə davam edirik. Putin əlavə edib ki, Rusiya və İran qaz və elektrik enerjisi sahələrində əməkdaşlıq məsələlərini müzakirə edirlər. Pezeşkiyan beynəlxalq səviyyədə İrana verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib. Mövqelərinizə beynəlxalq səviyyədə siyasi mövqelərimizi dəstəklədiyinizə görə sizə təşəkkür etmək istəyirəm. İran prezidenti həmçinin bildirib ki, ilin sonunadək şimal-cənub nəqliyyat dəhlizi çərçivəsində Astara-Rəşd dəmir yolu hissəsi istifadəyə veriləcək. Gələn həftə İranda Rusiya, Çin və Pakistan da daxil olmaqla 6 ölkənin nümayəndələrinin iştirakı ilə Əfqanistandakı vəziyyətin müzakirə olunacağı görüş keçiriləcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqai məlumat yayıb. Bəqainin sözlərinə görə İran region ölkələrinin təhlükəsizliyi və sabitliyinə xüsusi önəm verir və bu çərçivədə regional gərginliyin azaldılması, qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün bütün səyləri göstərəcək. Görüşün gələn həftə Tehranda keçiriləcəyi və Pakistan, Tacikistan, Özbəkistan, Türkmənistan, Çin və Rusiyanın Əfqanistan üzrə xüsusi nümayəndələrinin iştirak edəcəyi bildirilib. Son aylar ərzində İran sərhədçiləri 100 Əfqanistanlını güllələyərək qətlə yetirib. Bu haqda Azad Avropa Radiosu Taliban rəsmilərinə isnadən məlumat yayıb. Taliban hökuməti buna görə Əfqanistanlıların etirazlarının artdığını bildirib. İran hökumətindən məsələnin dəqiq araşdırılmasını tələb edib deyə məlumatda deyilir. Qeyd edək ki, ötən həftə Taliban hökumətinin Fərah əyalətindəki mərkəzi komandanlığının sözçüsü Nəsim Bədri İran sərhədçilərinin həftə ərzində 12 Əfqanistanlını öldürdüyünü, 2 nəfərin isə itkin düşdüyünü bildirib. Buraxılışımız davam edir. Ermənistan hökuməti Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə hədəflənib. Bunu Ermənistan prezidenti Vaqin Xaçatryan Aşqabadda Beynəlxalq Sülh və Etimad İli 2025 forumunda çıxışında deyib. Bu il 8 avqustda Vaşinqtonda İrəvan və Bakı arasında sülh müqaviləsinin paraflanmasını və Tramp marşrutu layihəsini xatırladan Xaçatryan xarici həmkarlarının regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi prosesini dəstəkləməyə çağırdı. Özünü buraxan Qondarma Dağlıq Qarabağ Respublikasının İrəvandakı nümayəndəliyinin ilin sonuna kimi bağlana və ya dünən aparılan axtarışlardan sonra müsadirə oluna bilər. Bu barədə Jovoxurt məlumat yayıb. Məlumatda qeyd olunur ki, separatçıların özləri də nümayəndəliyin bağlanmasını, həmçinin mümkün həbsləri istisna etmirlər. Onlar əmindirlər ki, güc strukturlarının əsas hədəfi Qarabağ separatçılarının sonuncu başçısı olmuş Samvel Şahramanyandır. Qeyd edək ki, ötən gün Ermənistan İstintaq Komitəsi özünü buraxan Qondarma Dağlıq Qarabağ Respublikasının İrəvandakı nümayəndəliyində axtarış aparıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edir. O qeyd edib ki, bu Cənubi Qafqazda və onun hüdudlarından kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Qazaxıstan prezidenti Aşqabadda keçiriləcək Beynəlxalq Sülh və Etimad İli 2025 forumunda bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanacağına ümid edirəm. Avqust ayında iki ölkə arasında Vaşinqton bəyannaməsinin imzalanması tarixi əhəmiyyətə malikdir. O qeyd edib ki, bu Cənubi Qafqazda və onun hüdudlarından kənarda çoxtərəfli əməkdaşlıq üçün geniş perspektivlər açır. Birləşmiş Ştatların Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi Thomas Barak İsraildə Türkiyə hərbçilərinin Qəzzaya yerləşdirilməsini müzakirə edəcək. Bu barədə Ynet News məlumat yayıb.
ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi elçisi Thomas Barak gələn həftə İsrailə səfər edəcək. Məlumata görə onun baş nazir Netanyahu və digər rəsmilərlə danışıqları zamanı Suriya ilə təhlükəsizlik sazişi və Türkiyə hərbi qulluqçularının Qəzza sektorundakı beynəlxalq sabitləşdirmə qüvvələrinə cəlb edilməsi məsələləri müzakirə olunacaq. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.